Herkese salamlar dostlar. Uzun bir sonra bu oyuna geri döndük. Street Pro. Ben biliyorsun biz bu oyunda biliyorsun o kadar çok maşınlar almıştık ki zamanla bizim bu oyuna maşınlarımız beş dolu olmuştu ama biliyorsun telefon almıştım. Bildiğiniz kimi zamanlarda telefon almıştım ve her şeyim silinmişti ve Street Pro da silinmişti benim makindən. Belə silinmişin üyəsinə baş verdi. Mən də bundan sonra baxmağa yemin elədim və yeni maşınlar cəhətdim iş oyuna. Baxın dostlar. Baxın görün ki maşınlar cəhətdi 100 minə. Bax burada 100 minə belə deyim ki geçən bir dənə BMW cəhətdi 100 minə. M5 mi deyim, mən deyim. Bax bu cəhətdi. Sonra bu gəlitdi. Satın ala basıram çaşır. Bir də bu gəlitdi. Bunu bilməm nədir. Başqa nə gəldi? Bir də bu gəlitdi. İncəliyə də burada incəliyə bilirəm hər şeyi. Bir də bu cəhətdir. Yani görmüş olsun böyle bir şeyler. Daha da yaxınlaşım versə, hardasan? İşlərə başlayacaq. Oyuna deyəcəm, xəritələrdə nəsə cəhətdir bari. Xəritələr ən sonda bilərdi, xəritələrdə tam bir şey gəlməyibdi yəni. Ancaq bunun özü də test parkur oynayaq görək bir də. Para nasıl kazanılır? Bir yoxda ablanamsın, bilir o. Əslində qalsa bu mənə lazımdır. Mən bir dənə xəritələr deyim. Və burada bir sürü missiyalarımız da var, amma bir dənə xəritələr deyək. Bir dəfə yadımda qalsın, bura test parkuruna girir. Burada bu parkurdur məsələn, bu parkurlar oynayır. Ha belə eləmək olur. Ha baxaq oyunda da reklamlardan qaçı qoruya bilir o ha. Desən bu əvvəl deyildi, bilmirəm, əvvəl tam yadımda deyil hər şey. Bu nədir? Bir dəqiqə dayan görüm, bu nədir ola, bu nədir? Hava durumu zat. Da bu oyunu dəyişdirdilər. Saat sistemi zat dəyişdi hər şey. Havanı istədiyim kimi eləyə bilirəm. İstədiyim kimi buradan dəyişdirə bilirəm. Bu nədir belə? Saat 15-ə yaxın olsun. 15-25-ə alım. Ha bu nədir belə? Bu nədir? Gecə gündüz döngüsü. Ha bu nədir belə? Nəysə bunlara biraz sonra baxacağım. Bunlar siləcəklərimdir. Bunlar nə idi? O yaxşı siləcəklərimiz. Bunlar da bizim əlbəttə işıqlar. Daha çox şey bilir o. Hazırsa indi başlayaq oynamağa. Kamera sistemi də buradandır. Hadi başlayaq. Biz bu oyunda nələr eləmişdik zamanında? Yəni biz bu oyun zamanında nələr elədik ki? İndi bunu qazandığımız bilər. Amma o dəqiqədə reklam yəni. Səviyyə 1 qazandıq. Sırada 2-dədir səviyyə. Bakı parkur yarışlarını eləyək. Çünki biraz bunlardan qorxulur. Mən parkur yarışlarını eləmişkən siz də kanala abunə olub videoya da like atmağı unutmayın ki həmişə bu oyuna yenə də çəkə bilək. Çünki dediyim kimi mən bu oyunda o qədər şeylər eləmişdim ki zamanda. Onsuz ki bu oyunda o qədər də girməyə vaxt olmamışdı məndə. Amma yenə də az şeyimiz var idi. Amma zaman şimdidən daha da çox davam edəcək bu oyuna.
Orası uzaqdır dayan məndən. Məndən orası çox uzaqdır, oranı bilirəm. Mən oranı zamanında o qədər eləmişdim. Sən bir azca da qaz verəcək, uça bil, keçə biləcək oraları. Burası elə bir yol deyil. Burada səviyyədən bir dənə səviyyə var. Mən keçənmədiyim. Onu deyəm ki, onu nə keçə bilərəm. Havadırımı bildiyin daha saat ötmür ya. Bu saat özəliyini bir güncələmə gərəkdir. Onu deyə bilərəm ki, əlində belə bir şey yoxdur. Ay səni yaramaz. Tamir ediyor, maşını tamir ediyor. Binanı biraz düzəldir önü. Ha bu oyunda içindən sürmək çox zevkli olur, Biraz tala vereyim. Bir sonra buranı keçdik. Ayda burasını da unuttum mən. Biraz ehtiyatlı sürmə bunu. Çünki bilmirik nə olur. Bir də başa gətirdi çünki ora bax. Zay oldu zay. Abi bir də niyə başa gətirirsən ki bunu? Hala burada qaldıq. Çaxıldı maşın hala. Bir anadan təzədən başlayayım mən. Maşın o dəqiqədə çaxıldı və görməməzlikdən gəldi hər şey. Həm də o tərəfdə çox yüksəkdir. Yenə çaxıldı. Yandım, yəni işləyirəm bir reklam da gəlir, əsəb olurum buna.
Biraz dala vermeyeyim mən. Yaxşı, amma çox da cəv verməyim, sayən orada çaxılacam. Bir de var yerində oynaya, daha yeni oynamağa nə ehtiyac var? Ha maşını dəyişdirək, bizim yeni maşınlar alaq ha bu oyuna. Ha bu yeni gələn maşınlardan var idi, onlardan birisini almaq istəyirəm özümə mən. Zamanla çünki bu oyun çox sevilmişdi, indi sevilecek yəni, nə istəyir burada? Ha bu oyun yenə də sevilecek. Burası sonu da herhalde, değil, burası son imiş. Tamam, bunu da utduq. Sıradakı səviyyəmiz gəldi. Amma hər şey bunları buraxaq. Biz normal bir dənə xəritələrdə oynamaq istəyirəm. Mən bir dənə normal bir xəritələrdə baxım görüm. Hava nə oldu? Saat biraz 8 eləmək istəyirəm. Ha bura kənd yoldu yoxsa nə oldu? Abi yolu bildim, çıxa bu yoldan. Günəş vurur. Dediyim kimi, ha bu oyunda zamanda o qədər çox maşınlar alacaq ki, dağıdacaq ha bu oyunu da. Dediyim kimi, yəni mən ha bu oyunu zamanında oynamışdım, yeni telefon aldığım üçün hər şeyim getdi, amma buna imkan verməyəcəm. Ha bu oyunda nələrim varsa hər şeyi alacağam, ortaya çıxartacağam, ha yeni gələnləri də alacağam hələ. Maşınlarımızı gəlişdiririk, istəsək, hər şey eləyəcək, deyim ki, hər şey eləyəcək. Deyəsən, burası şəhərə girişdir. Bu oyunda şəhər var. Bu dəfə bu oyuna dümdüz yol getmir elə. Şəhərimiz də var, gəziləsi.
Amma bu şair əzbərlə bilə bilərəm məsələn mən. Bu roldan ötəri döndür. Mən bu oyunda bax, istəsəm də yəni rolu öyrəşə bilərəm hələ. Ha bu oyuna mən təzə başladım da deyə bilmərəm. Çünki mən bu oyuna dediyim kimi zamanında da başlamışdım. Amma çox şeyimiz getmişdi. Var ki, nəsə bir şəhər zat. Ha, bu nədir? O nə qaza elədim. Maşının qabağını vurdum, amma da nə bilim burada bitirək istəyirsə olsa da, neyni yox da şəhər zat. Əvvəlkilərlə də rastlaşarıq, amma bu günlük bitirək. Bu gün görmüş olduğunuz kimi Street Pro oynadıq yenə. Dediyim kimi davam edirik bu oyunun ilk bölümü idi də deyəm mən. Çünki bu oyuna o qədər başlamışdıq ki, yenə də davam edirik. Sonraki videolarda görüşmək üzrə. Özünüzə yaxşı baxın.